9 və 11-ci siniflər buraxılış imtahanında yaxşı bal toplamaq istəyirsə, əmi sizə bir neçə qayda deyəcək ki, bunları eləsəz, həm 9-un buraxılışında, həm də 11-in buraxılışında yüksək bal toplama imkanınız olacaq. Sizdən bir istəyim, o mübarək, şirin, cıppılı barmaqlarınızdan bir dənə bura tıklayın. Ay müəllim, mən barmağım ekranı yarsıntır, sən də elə. Deməli, üstə gələ tıklayırsınız, əssalam, bismillah, getdi. Çox rahat prosesdir, videonun sonuna kimi izləyin, səsim də batıb. Yay boyu neyəcəksiniz? Söz bazanızı, söz ehtiyatınızı artırmaqdan ötürü götürün, xırda, kiçik hekayələrdən oxuyun. Çalışın Azərbaycan ədəbiyyatından olsun, bütöv bir roman da götürüb oxuya bilərsiniz. 3-cü qrup filansa və ya 3-cü qrup deyilsə, xoşunuza gəlin, gidin kitab mağazasına, açın və çünki mən deyəcəm filan şey oxuyun, sən zövqünə, sən kafana uyğun deyil. Gedirsən, açırsan kitab mağazasına, hekayələr kitabı seçirsən, biraz oxuyursan, xoşuna gəldi, necə deyirlər, səni etkilədirsə, səni özünə cəlb elədirsə, götür o kitabı başda oxumağa. Amma kitabı oxuyanda serial izləyirmiş kimi oxumayın. Oxuduqca dalıb getməyin kitaba, yəni oradakı məzmunu. Ona görə deyirəm, qısa hekayələr olsun. Tanış olmayan sözlərin və açıqlamasının qarşılığını bilmədiyiniz frazeoloji birləşmələrin mənasını öyrən, atın söz ehtiyatınıza. Bir dəftəriniz olsun, orada qeydlər götürün. Hansı söz gördünüz, başa düşmədinizsə mənası, məsələn, tərxis sözdür, təqlid sözdür, təbliğ sözdür, təşviq sözdür. Bilmədiyin nə söz çıxsa qarşına, onları qeyd edirsən. İkinci bir məsləhətim isə, nə edəcəksən? Açırsan yay boyu, inanın bunu siz evdəkilər deyəcək, uşaq nəsə olub. Açırsınız yay boyu, serial filan izləmək yerinə, Netflixdə dizi izləmək yerinə, bu arada Netflixdə də izləyə bilərsiniz, amma nə? İngilis bacarığınızı artırmaq üçün İngilis dilində izləyə bilərsiniz. O müəllimlərinizdən tam məsləhətləşin. Yəni onsuz da buna qulaq assanız, ingiliscə qulaq asın. Və ya Azərbaycan dilinə xüsusən deyim, yəni öz sahəmdir. Açırsınız Azərbaycan filmlərindən xoşun hansına gəlir, sənə hansı uyğundursa. Azərbaycan filmləri oradakı sözlərin mənasına qulaq asaraq, fikir verərək, sözlərin hansı frazeoloji birləşmə çıxdı, hansı mənasını eşitmədiyin bir söz çıxdı, dərhal qeyd dəftərinə əlavə elə. Həm zövq alacaqsan, keyif alacaqsan, həm də eyni zamanda yeni şeylər öyrənmiş olacaqsınız. Bu sizin mətn bacarıqlarınızı xeyli inkişaf elətdirəcək. Sezon boyunca da sən 6 ay üçün cəmi 50 dənə mətn işləsən belə bu sənə kifayət edəcək və əlavə olaraq bizim yay tədris dərs qruplarımıza qoşula bilərsiniz. Yay qrupları 3 aylıq qrupdur. 8-9 gələcək 11-lər üçün, bütün qruplar üçün var. 3 aylıq yay qruplarımıza qoşulub proqramın 50%-ni tam olaraq bizdən öyrənə bilərsiniz. Tapşırıq filan verməyəcək, elə dərsdə hər şeyi işləyəcək. Buna da qoşulmaq üçün 055 597 01 51-ə yaza bilərsiniz. Bu qədər. Sağ olun.